Salam dostlar, mən Toğrul Ahmet. Həmişə Sovet maşınları çəkirdi, vazları çəkirdi. Bu səfər dedi, Inamarka çəkək. Ferrari mi çəkək, Lamborghini mi çəkək, nəysə bir Inamarka olsun. Dostlar, bugünkü əjdahamız Zapıdır. Zapı şoferlərinə salam olsun buradan. Həqiqətən yəni Zapı elə maşındır ki, yəni 150-200 manata da o maşından nefrət çıxmaq olur. Ona görə getdik Zapı reaksiyasına. O Perodokaba Zapı dayı. Polis nəcəb saxlamır bunun Perodokuna görə? Siz bilər uşaqlar. Fikir verin. Xətayda da özdə. Saxlamır heç. Qayda saxlamır uşaqlar. Sürür ha, nəyi var Perodokda, Zapı şoferi. Deyir yəqin yetim Zapı sürür deyir. Bundan nə alacam? Maşın ştrafını ödüşsə qoyub çıxıb gedəcək, bir də gəlməyəcək. Ştrafını öd olacaq boş yerinə. Ona görə yəqin buraxıb ki, çıxıb getsin. Bu arada uşaqlar, bu videonu görüb bir dənə anekdot yadıma düşdü. Yəni o deməsəm ürəyim partlayar da mənim. Bir gün Zapı yolda qalır. Zapıda bilirsinizsə, normaldır. Yəni maşında soyutma sistemi olmadığına görə, radiator olmadığına görə yolda qalma ehtimalı çoxdur. Həm də motoru zəif olur onun. Bir motor olur deyəsən. 1 mi, 0.8 mi, dəqiq bilən varsa yazsın şərhlərdə. Nəysə, Zapı yolda qalır. Nə maşın keçirsə əl eləyir ki, kömək eləsin də. Nəysə, bir dənə təzə BMW gəlir, saxlayır bunun yanında. Deyir, nə olubdur, nə lazımdır? Bu da deyir ki, maşın stok veribdir. Bir dənə qoşqu vuraq, gedək sexə kimi çatdırır da mən. BMW şoferi də deyir, hə, narahat olma da, problem yoxdur. Bunu trosa qoşur, dartır da elə bir. Nəysə, dartır, sürür, gedir yavaş-yavaş sexə tərəf. Sexdə bir 15-20 kilometr o yanda olar. Nəysə, bir 3-4 kilometr gedəndən sonra birdən bir dənə Mercedes alışdırıb gəlib BMW-yə keçir. BMW də axı Mercedes-i görür, məzəli olur da. Deyir, ha, bu kimdir? Mercedes gəlib mənə keçir. Başlayır bu ilə yarışmağa. Nəysə, BMW gedir, Mercedes gedir. BMW gedir, Mercedes gedir. Dalda da Zapı qalıbdır. Zapı da arxadan miqat eləyə durur ki, yəni tros qoşubsan da maşını aşacaq indi. Nə edirsən sən? Saxla maşını. Miqat eləyir ki, saxla maşını, saxla maşını. BMW-nin də təmiz yadından çıxıb ki, qoşqusu var dalında. Nəysə, ha miqat eləyir, saxlamır. Bunlar radara düşürlər. Radara baxış keçirəndə serjant qayıdıb rəisinə deyir ki, 3 dənə maşın 200 sürətlə radara düşübdür. Rəisi də deyir ki, hansı maşınlar düşübdür? O da qayıdıb deyir ki, Mercedes-dir, BMW-dir, bir də ki, Zapıdır. Başlayır rəis gülməyə, deyir, dəlisən sən deyir. Mercedes-lə BMW başa düşdükdə Zapı nətər radara düşə bilər? Yəni Zapı 100 gedir ki, qaldı 200 getsin. Qayıdıb serjant da belə deyir. Ay rəis, nə danışırsınız? Zapı ilə miqat eləyir ki, yol verin, mən gəlirəm. Bu anekdot çox temadır, bunu danışmasam olmaz da. Nəysə, keçən növbəti videoya çox deyirəm, o qədər də gülmədiniz. Nəysə, amma maraqlı anekdotdur, heç bildiniz də. Sumqayıt seriyasından Zapı, LED faralar qoyubdur Zapıya. Zapı özdə çox yığcan maşın olur, balaca olur. Bu arada motoru da arxada olur. Qabaqda bagaj olur. Yəni bildiyimiz standart ağ rəngdə Zapıdır. Eyni Zapıdır, bu da bayıl tərəfə gəlir, bulvara. Bu Zapı Sumqayıtdan bura gəlibsə halal olsun, sözüm yoxdur mən. O Zapın Perodokuna baxın uşaqlar. Maşının hər yeri zamıskadır. Amma yaxşı Perodoku var. Bu da eyni Zapıdır deyəsən. 300 manata efirə çıxan Zapılar. Həqiqətən yəni Zapın qiyməti çox aşağıdır. Yəni bəzən 15-16 yaşlı uşaqlar Zapını alıb satırlar da, yəni telefondan ucuz qiymətə alıb satırlar. Qara rəngdə Zapı. Qəşəng. Bu Zapıda bir şey satışmır uşaqlar. Bir şey səhv eləyiblər. Kim bilirsə mütləq şərhlərdə yazsın. Görüm sizin fikriniz nədir? Məncə tutmuşam nə səhvdir deyə. Nə olsa daha yaxşı olar. Qəşəng. Bu Zapının həqiqətən faraları çox beçətdir. Wrangler faralar Zapyada gedirmiş. Amerikankalara baxın. Amma həqiqətən solidin Zapıdır. Ağ rəng. Bu arada modeli 968M gedir. Bəzən Zapı şoferlərdə xüsusi fərqlənmək üçün nömrəni 968 alırlar. Zapı kebab restoranı. Mangala gəlir, mangala. Qabağında bagaj olur da uşaqlar, motor arxasında olur. Çox maraqlı da, temadır. Zapını onu deyirəm də, mangalın qiyməti nədir Zapı? Ona görə belə istifadə edirlər. Lider disklara baxın Zapıdayı. Zapıdan böyükdür. Üstü ağdır, aşağısı sarı. Bu həqiqətən qəşəng yığılmış Zapıdır. Ortaya hellalar da qoyublar. Amma yaxşı balaca hella qoyublar. Böyüyün qoysalar o da Zapı boydadır. Amma qəşəng malları çox qəşəngdir. Çox peçat işləyib rəngi. Baxanda bilmək olur da nə var nə yox deyə. Zapın salonu belə olur, bax uşaqlar.
Amma bu 07-yə yığıbdı, fikir verin. Zaplar normaldır çünki. Kim ağlına nə gəlirsə elə yığır da. Orijinal magnetofonu var amma, yəqin ki kolonkalar zat da qoyublar. Oyda knopkalara baxın uşaqlar, nə qədər knopka qoyublar buna. Bu da lider disklə uşaqlar. Çox böyük görsən də lider disklə. Bu stoplar Zapya xoşum gəlmir. Pis görsən. O balaca 011-in stoplarına oxşayan stoplar var. O Zapya daha çox yaraşır məncə. Lider disklər çox böyükdür. Heç yaraşmır uşaqlar. Heç yaraşmır ha. Bax bu disklər başqa söhbət. Retro stili Zapya yığırlar. Çox qəşəng görsən həqiqətən. Hella qoyub diskləri, yəni alt kantla gedib, həm də rəngi də qəşəngdir. Arxadakı prosto antena mənasızdır. Bagajın sol tərəfində görürsüz, o tutmuyor bir şey. Əsl Zapın salonu belə olur, görürsünüz yəqin ki. Amma monitor qoyulub daha bura. Monitor da temalı ha. Özü Zapon üçün çox balaca olur. Yəni normal mən kimi bir cüssəli adam Zapon üçün oturanda yerləşmir. Yəni zorla bir təhər özünü yerləşdirirsən, hələ Zapıda dalda oturanları fikirləşirsən. Uzluşqasına var Zapın. Bu Zapın farları çox qəşəngdir. Oyda, qara plyonka vurublar qabağa. Miqalkaları da çox efir görsən hələ. Özü bu normal miqalkalardandır. Kuru plyonka deyil Zapı. Bəs xuliganski vibe qatıb. Qəşəngdir amma. Bu Zapı yəqin ki tanıyırsınız. Bu bizim dostumuzun Zapısıdır. Çox qəşəng rəng vurub. Özü maliyarda özü işləyib də rəngini. Patpres də elə öz rənginə uyğundur. Çox qəşəng görsən. Faralar zat görürsünüz necədir. Prosto üstünə PM antena yoxşayan şey qoyurlar. O məncə mənasız şeydir. Ona görə də qoyurlar. Amma maşının stoykası zadı, rəngi, fasonu, hər şey yerli yerindədir. Yandan görünüşü. Bu özdə yaxşı pul qoyulub bu Zapıya. 10 minə yaxın pul qoyub yiyəsi. Yəni faralarından tutmuş, rəngi bəs eləyir də, yəni başqa söhbət eləməyə ehtiyac yoxdur. Buna qoyduğu pula normal maşın alardı. Zap həvəsi ilə yaşayırdı, amma o görə belədir. Amma bu maşında bir şey çatmır həqiqətən. Qabağı bildiyi icazə yoxdur, amma arxaya da bu rəngdə plyonka vurulsa, məncə çox peçat görsənlər də maraqlı bir şey olar. Qəşəng. Bu faralar həqiqətən Zapya tutur ha. 011-ə, 06-ya Zapya tutur bu faralar. Bu rəngi özdə matdır. Mat vurub var ki, yəni çox da seçilməsin. Zapı videosunun sonuna çatdı. Zapı şəhərin gözüdür. Mənim özümün də ideyası var idi ki, Zapı alım, Zapı ilə proyekt işləyim, maraqlı temalar çəkim, amma qismət olmadı. Əslində mən bunu çoxdan fikirləşmişdim. Hardasa 2022-dən ağlımızdaydı həmin proyekt, amma təəssüf ki, alınmadı. Yenə də bəlkə gələcəkdə maraqlı gəlsə elə bir şeylər etmək olar. Siz də öz fikrinizi yazarsınız, elə bir şey eləyək, yoxsa yox. Ondan başqa da yəni Zapı həqiqətən elə bir maşındır ki, ürəyin istəyən eləyirsən də, özdə telefondan ucuz qiyməti olmaq olur. Biraz problemli maşındır. Yəni Zapı ilə uzaq məsafə sürmək olur, maşında çox problem olur. Öz motoru olsun, zapsasları olsun, tapmağı çətin olur. Çünki lap köhnə maşındır. Nəysə, Zapı şoferlərinə hallı olsun ki, maşını yaşadırlar hələ də. Maraqlı Zapı olsa, real həyatda da çəkmək istəyərəm. Belə reaksiya videosu yox. Kimsə maraqlı Zapısı varsa şərhlərdə qeyd eləsin. Bəlkə bir gün qismət oldu, dəvət elədi, gəlib çəkirik. Nəysə, burada videonun sonuna çatdıq. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Daha çox hansı maşına reaksiya gəlməsini şərhlərdə mütləq bildirin. Bu dəfə ən çox Zapı gəlmişdi. Zapını çəkdik. Bizi Instagramda da takib eləyin ki, bəzi məlumatlardan xəbərdar olasınız. Hələlik bu qədər. Sağ olun, salamat qalın.